Salam əziz izləyicilər. Hər birinizi xoş gördük. Yine mən sizə Naxçıvanda keçirilən sertifikasiyaya düşən suallardan bir neçəsini izah edəcəm. Suallarımız riyaziyyat fənninə aiddir. Aralarındakı məsafə 420 km olan iki məntəqədən qarşı-qarşıya iki avtomobil yola düşdü və 3 saatdan sonra görüşdü. Avtomobillərdən birinin sürəti 56 km/saat olarsa, görüşənə qədər biri digərindən neçə kilometr çox yol getmişdir. Baxaq. Gördüyümüz kimi avtomobillərdən birinin sürəti məlumdur və zamanda məlumdur. O zaman birinci avtomobilin getdiyi yolu tapa bilərik. Birinci avtomobilin sürətini vururuq zamana, 56-nı vururuq 3-ə, yəni sürəti vururuq zamana və birinci avtomobilin getdiyi yolu tapırıq. Bu 168 kilometrdir. Cəmi nə qədər yol getmişdilər? 420 kilometr. Bundan 168-ini birinci avtomobil gedib. Qalanını isə ikinci avtomobil gedib. İndi isə ikinci avtomobilin getdiyi yolu tapaq. Biz cəmi aralarındakı məsafədən, yəni 420-dən birinci avtomobilin getdiyi yolu çıxsaq, ikinci avtomobilin getdiyi yolu alarıq. 420 çıx 168 bərabərdir 252 kilometr. İndi isə bunların fərqini tapaq. Baxaq görək biri digərindən nə qədər çox yol getmişdir. Bu zaman biz çox olandan az olanı çıxırıq. 252 kilometrdən 168 kilometri çıxırıq, bərabərdir 84 kilometr. Deməli, düzgün cavab olacaq E bəndi 84 kilometr. Növbəti məsələ. İki şəhər arasındakı məsafə 495 kilometrdir. Avtomobillərdən birinin sürəti 90 km/saat, digərinin sürəti isə 75 km/saatdır. Qarşı-qarşıya hərəkətə başlayanda neçə saat sonra avtomobillər görüşər? Qarşı-qarşıya hərəkət deyirsə və bizdən zamanı soruşursa, biz məsafəni sürətlərin cəminə bölürük. 495 böl 90 üstə gələk 75. Və buradan neçə alırıq? 90 ilə 75-i toplayırıq. 165. 495-i də 165-ə bölsək 3 alarıq. Demək ki, düzgün cavab C bəndi 3. Növbəti sual. 467.893 ədədində neçə minlik var? Əgər bizdən minlik soruşursa, mində neçə sıfır var? 3 sıfır. O zaman biz də ədədimizin sağ tərəfindən 3 rəqəm silirik. Yəni bu 3 sıfıra uyğun olaraq 1, 2, 3. 3 rəqəm silirik. Yerdə neçə qaldı? 467. Demək ki, 467.893 ədədində 467 minlik var. Düzgün cavab D bəndi.